Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ilə Bir Dəfə Hollywoodda serialı başladı. Mütəllim, xodda gedək. Hanım mütəllim? Qatı bey burada 100%. Hara girdi bu yenə? Mütəllim. Mütəllim. Pişik kimi motorxanaya niyə girib yatmışsan? Buradayım ya Ataş. Ataş nə də? Ataş zad qaldı məktəbin vaxtında. Mən burada müdürəm. Müdür, Namidar müəllim. Yazın beynizə. Vıy. Məzən olsun əzən. Yığışdır bombuluğu. İkilikdə də. Allah evdə tək olub mənim haqqımda fikirləşəndə də Namidar müəllim. Ola bilər mən işlə hirslənərəm, acılayaram. Ürəyində məni söyərsən, söz, problem yoxdur. Amma sögüşün əvvəlinə Namidar müəllim qoy. Namidar müəllim sən böyücü, Namidar müəllim sən falan şey. Əvvəlinə mütləq müəllimi qoy, yaxşı? Mən oxuyuncu dəfə məktəbdəki müəllimlərə müəllim demişəm. Sənə də müəllimdir. Yaxşı, Ev yox, nə olar? Onların savadına görə, sənə də tonuna görə müəllim deyərəm. Namidar müəllim. Fərqi yoxdur. Əsas müəllimi deyil. Maşını neşin qızdırmalısan? Maşın dünəndən qalan cızbızdır ki qızdırım. Elektriklə deyil bu maşının. Hər şey əladır. Amma bir şey pisdir ki, ayağım qaza çatmır. İşimiz var da. Şoför götür ayağı qaza çatmasın. Nə var acığındır? Sən narahat olmayı, mən Amerikadan sifariş eləmişəm. Qazla tormuzu əldə idarə edəydim. Eləyəsən. Ova kimi nə var? Mən sürərəm onu, heç saat. Üç bağla gedək, sürərəm mən. Əlim çatmır axı. Nətər açmısan, indi əlim çatmır? Oradan. Ay mütəllim, zülüm verirsən mütəllim. Adın da çox uzundur. O mütə elə, qısaldır, yaxşı? Adın boyundan uzundur. Keç otur. Müti? Müti, hə. Müti nədir, müti? Elə bil ütünün əvvəlinə M hərfi də, müti. Ay qız, haradasan, bayaqdan səni axtarıram. Gündüz zəng girib soruşmaq olar da. Əşidə restoranın içindəsən də, havayı yerə niyə zəng geleyim? Bəlkə biraz xərcə düşəsən sevdiyin adam üçün. Sən axırıncı dəfə nömrəmə nə vaxt zəng eləmişsən? Üzr istəyirəm, qoy fikirləşim. Çox fikirləşmə. Bulvarda tanış olmağa yaxınlaşmışdın ha. Onda nömrəmi almışdın. Bircə dəfə vızv atmışsan, vəssalam. Gör sənə nə deyirəm. Əgər qadın səndən dalaşırsa, əsəbidirsə, deməli, nəsə problem var. Nəsə problem var? Var. Ev yiyəsi deyir ki, pulu gecikdirsən, evdən çıxardacam səni. Bilmirəm, hardan pulu tapım. Bir dəqiqə. 3 gün bundan qabaq sənə 350 manat pul verdim. Onu dırnağıma vermirsən də, maniküruma, pediküruma. Dünən də 200 manat verdim də. Onu da saçıma vermirsən də, saçımın rəngini dəyişmişəm, görmürsən, ha? Hə, mən belə başa düşdüm ki, sənin hər bədən üzvünə çox üzr istəyirəm ha. Ayrıca pul lazımdır, özü ayrıca. Gündüz. Heç nə, gedim bir şey fikirləşim, iclasdır.
Namidar müəllim, Buyur. Hacan. mən bir müştəri ilə danışdım. Reklamdan görüb mən gəlir. Sənə deyim, sənin çəkdiyin videolar effekt verir ha. Ən çox hansılar baxılıb? Hansı video? Mən girib zallarımızı göstərirəm, ən çox baxış sayı ona gəlib. Ağ yufqada çəkdiyin böyük zalda video, ha? Sənə deyim, o elə 200 dəfə mən özüm girib baxmışam atoba. İndi neyniyək? Mən müştəri ilə danışdım, şifahi menyularımızı dedim. İndi amma 170 manatlıq menyumuz üçün gəlir. Gəlsin də, gəlsin. Sən o bilirsən nə denən? Denən sizi yönləndirəcəm birbaşa müəllimin özünə. O yüzden çıxardı mənim yanıma. Müəllim sözün biraz hörmətlidir. O bağda qaçdı tutdu oynayandan sonra müəllim biraz hörmətsiz eləmişsə. O da elə mənə. Nə denən? Müəllimin özü, müəllimi qabart. Baş üstə. O da ayıbdır. Namidar müəllim, üzr istəyirəm Namidar müəllim. Mane olmadım. Gündüz mən bu koridorda nağara bilərəm ki, sən mənə mane olasan, hələ bir üzr də istəyirsən, şişirdirsən söhbəti. Üzr istəyirəm. Buyur. Müştərilər gəlib, içəri keçə bilərik. Gələ bilər? Gəliblər. Keçək də. Sizdən sonra müəllim. Yaxşı. Üzürlü sayını siz Allah. Üzr istəyirəm siz Allah. Ay mütəllim, Hə. bura bax, sənin yadındadır o maşınlarda sidenlə üstə padışkalar qoyurdular, Hə. Yadındadır o? Nə olsun? Tosla o padışka yoxsuyursan. Duymamışam mənlə zarafat eləmə. Sən bu saat çənəni çıxardar mən. Hirslənmədən ha, zarafat eləyirəm. Bura bax, bu Sofi ilə mən Yezdimin arasında bu nə qısaltı, bunlar deyəsən altdan nəsə iş görürlər, Necə yəni, nə məsələdir, necə yəni nə məsələ, başa düşmədim. Nə törəyəm nə məsələdə? Bunlar nəsə iş uğraşdırırlar, ha? Nə uğraşdırırlar da, altdan niyə? Bu boyda Hollywoodun çörəyin yeriyə biz almışıq. Mən də onu demək istəyirəm. Mən sənə ki, bu nə bilirsən onu mənə de. Bu bir yağlı tikəndən ha. Elə bil ki, o əbbəyin arasına kalmasa qoyarsan ha. Yiyirsən, mən elə eləyəcəm ki, sənə də o kalmasadan bir tikə düşsün də mənə din nə var nə yox. Bura bax, mən heç kimin şəxsi məsələsinə qarışmıram və sənə də məsləhət görürəm. Heç bir işə qarışma. Yaxşı budur, sür gedək. Özdə ehtiyatla. Yaxşı. Bir dəqiqə. Bunları aparırsınız Aynur xanım. Müştərinin sifarişidir. Eşitmədim. Müştərinin sifarişi deyirəm. Onu eşitdim. Sadəcə cümlənin sonunda Sofiya xanım sözünü deməyimi eşitmədim. Zəhmət olmasa bundan sonra cümləni elə qur ki, sonunda müştərinin sifarişidir Sofiya xanım sözü olsun. Bir də sən bu rahatçılığı kim verib belə? Sofiya xanım gündüz mənə deyib ki, öz obyektin kimi davran, rahat ol, can yandır. Sağ ol səni Gündüz. Sevgilindir yəqin, hə? Yox, dostumdur. Sadəcə çətin anlarda kömək olur mənə. Onda belə baxıram, sənin elə pula ehtiyacın yoxdur. Sənətivi sevirsən deyə burada işləyirsən. Yox, mən maaşa işləyən adamam. Xırdalanda kirayə qalıram. Belə de. Yaxşı, onda nəsə çətinliyin olsa mənə deyə bilərsən. Sofiya xanım, bir söz soruşa bilərəm sizdən? Soruş. Siz Namidar müəllimlə... Ay qız, biz də Namidar müəllimlə sizin kimi yaxın dostuq. O da mənə çətin vaxtlarımda kömək olur. Nəysə, indi işinlə məşğul ol. Ay mütəllim, ay mütəllim, bu nədir, bunlar hamısı təzə maşınlar. Bunu niyə bölmürsünüz ki belə? Bizə lazımdır orijinal detalları müştərilərə təşkil eləmək. Heç kim yəni əlboş getməsin. Ay, buna baxır, tam təzə maşınlardır hamısı. Buna bax sən. Buyurun, bu da kassada puldur. Hesabatı da sizin e-maillə göndərəcəm. Yaxşı, çox sağ olun. Siz də sağ olun. Mən özümə yemək sifariş verirəm. Sizə də nəsə deyim? Hə, Yaxşı olardı. Nə? bura bax, mərzi necə səs? Olar. Olar. Onda bir tam pors mərci mənim üçün, yarım pors da bunun üçün mərci. Vtaroy, kotlet, püre gedər, Gedər. onda belə elə.
bir tam kotlet püre mənim üçün, yarım posta bunun üçün. İçməyə nə var? Ayran var. Ayran var. Onda bir bakal ayran mənə, armudu stəkanda da bunun üçün. Oldu, baş. Yaxşı. Oldu. Ha, sən niyə mənim əvəzimə hər şey yarım deyirsən? Mən səninlə oturub içsəm, aşıdaram səni. O da mən içəndə, sən boyda butulkadan içsənəm, sən nə edəcəksən? Deməmkən mənlə zarafat eləmə. Zarafat eləm, narahat olma. Bura bax, sənə bir şey soruşmaq istəyirəm. Mənə de görüm, bu obyekt Namidarındır ya yox? Sənin üçün nə fərqi var? Fərqi böyükdür, niyə nə fərqi var? Sən hiss eləmirsən, məndə boğulma gedir. Görmürsən, mən boğuluram. Bir də bilim də, hara qədər üzüm ki, boğulmayım. Get işindən məsul ol, hər şeyə burnunu soxma. Ay, bura bax, ay, mütəllim. Ay, mütəllim. Mən burada Vurutskiyə baxıram. Bu ay kabinetlər yaxşı işləyib. Buna görə istəyirəm bu ay maaşınızı... Çox düzgün qərardır müdür. Əslində bu hamının maaş artımına ehtiyacı var. Bir dənə səbirli olaq da, mən cümləni bitirim də. Kabinetlər yaxşı işləyiblər, ona görə istəyirəm maaşınızı bu ay elə eləyim ki, kəsməyim. Bu ay maaşınızı tam alacaqsınız. Tam alacaqsınız deyəndə, mənim maaşımı kəsənin üzr istəyirəm, çox üzr istəyirəm. Üzr istəyirəm nədir? Canına dua edirəm ki, pul qazansın, maaşımızı kəsməsin. Hə, elə eləyərsin. Namidar müəllim, yorğun görünürsünüz. Amerikana gətirim? Olar. Ya Amerikana olar. Ümumiyyətlə, Aynur, sənə bir dənə şey deyim. Sən axır vaxtlar mənim gözümə yaxşı dəyirsən. Müəllim, əgər gözünüzü yorursa, deyərəm bir də otağa girməz. Elə çayı da özüm gətirərəm. Yormur, narahat da eləmir. Öyle özü gətirir, mənə ləzzət də eləyir. Narahat olmasın. Mən bu həftə Antalya'ya gedirəm. Ona görə obyektdən müğayət olun, öz işçilərinizə nəzarət edin. Da yeyib dağıtmayın da obyekti. Mən onsuz da diyetadayım. Hə, olsun. Sən ləzzət edirsən, də edirəm. Aydın oldu. Müdür, mən buradayım, narahat olmayın. Sən burada olmasan çox narahat olacaq, çox. Hələ yaxşı da, hələ mən buradayım, sporlaşırsınız. Nəzarət edin obyektə, hər öz işinə. Yaxşı qız, sən də o asyantlara bax da özün. Hardasan? Demirsən ki, nigaran qalmışam sənin üçün. Sən nə vaxtacan belə olacaqsan, ay Namidar? Elə danışsan, elə bir kefdən gələm. Mən saat villada dincəlmişəm, oradan durub gələm bura. İşdən gələm də, mən yetim də. Toma mən o qədər yorulam işdə, bilmirəm, stolun üstündə yatıram, bir gün stolun altında yatıram. Başımı itirmişəm, mi? Can, mən sənə görə deyirəm, nigaran qalıram da, sən də qalırsan orada susuz, çörəksiz, yeməksiz. Çay verim sənə, yoxsa çörək yirsən? Pis saat semirim. Bir dənə əynimi dəyişim, qatacam işə. Gəldim 5 dəqiqə, dəyimsə gedirəm işə. Ay Namidar, müdürlə aran necədir, yola gedirsə? Mənim müdürüm var. Hə, o yiyəsi oran yiyəsi. Hə, yox, mən kim, o kim? O çox böyük adamdır, çox böyük adamdır. Bəlkə adın televizorda işlərsən, kamera müəllim. Mən bilmirəm, uşaqlar danışır, deyir, bu Hollywoodun deyir, parkovkası nə yaxın yerə vuranda, 3-cü mərtəbədə güzgülərdir beləncə silkələnir. Nə boyda adam, nə kim etir? Mən özbəyiz deyir, mən göbəcinə baxıram. Beləncə böyük. Ay Namidar, qurban olaram sənə. Bəlkə mənim qardaşımı da düzəldəsən oraya işə. Yetim qalıb, işsiz, gücsüz. Mən özüm dünən girmişəm işə. Mən elə bir o vaxt səyə alanda pupun cehiz yerinə bir divan verdi. 2 kreslo verdi, bir də qardaşı verdi. Bir də ondan mən yaxamı qutarsaydım, mən də rahatlayardım. Dünə gələr, baxar o, şey fikirləşərik, bilmirəm. Mən özüm şeyəm, orada, uzadan. Administrator. Administratoram orada, hə, mən orada kiməm ki mən? Heç kim.
Durun mən də əynimi dəyişim yerim şeyə də. Hə, yaxşı, gözlə. Burada gözləyim. Hə, gözlə. Bir dəri qalmısan bir sümük. O dedi hello. Hello. 16.500 pul verirəm, bu məktəbdə ancaq bu görüşməyi öyrədiblərsə, bir dənə də o hello-nu öyrədiblər. Başqa söz bilmirsən ki da. Yox, papa, bilirəm. Prosta mən desəm olsuz da sən başa düşməyəcəksən. Başa düşməyəcəm. Mən ingiliscə yaxşı danışıram. Meylə danışıram, ingilis özü başa düşməyəcəm. Denə mən tərcümə eləyim sənə o. If I'm going to say what I'm going to say to you, will you understand that? Bax, ləhcə ötürmüsən, görsən. Və Kürdəmir ləhcən harada qaldı sən? Oy bildir, nə deyirsən də onun üçün də oy bildirməlisən sən. Yaxşı, mən o boyda pul verirəm, amma bu gün illiyi vermişəm, 16.500 pul vermişəm bura mən. Məktəbindən zəng vurublar, yeməkxanaya minma borcum var. Sən nə yeyirsən orada bala? Heç elə veriləndən yeyirəm. Elə orada veriləndən yeyirsən? Kamandar, biraz yeməyə diqqət elə bala. Orada kuzu şapkalıyorsunuz, bu aya 1000 manat yığılır. Yaxşı, ged otur büyündən diyetaya. Anam bu boyda, sən bu boyda, mən yetim nə qayrım da. Mən bir dəri bir sümük almışam. Ay Namidar, sənin üçün yeməyi qoymuşam. Apar işdə yeyərsən. Sonra, mən stroykada usta işləmirəm. Mən vəzifədiyəm. Mən restoranda işləyirəm. Şükür Allaha, müdiriyyət sərt adamdır düzdür. Amma personalın yeməyindən kəsən adam deyil. Yeməyimiz, içməyimiz yaxşıdır. Yığışdır da bu bankada yeməkləri də. Doğrudan ac qalmırsan ki. Toba yox. O əynimi dəyişim apararaq qoydu. Hə, apardı. Yaxşı. Ay Namidar, gəlin məndə. Hadi nə qayrəsən gəlib, şalvardı özüm çıxardıram. 20 ildə özüm çıxardıram, indi bu gün sən istədin. Hə, yaxşı. Bu bizim ən böyük zalımızdır. Gözəldir, möhtəşəmdir. Heç yerdə beləsi yoxdur. Necə oldu? Bəyəndiniz? Əslində çox baxmağa ehtiyac yoxdur. Mən burada çox olmuşam. Hər şeydən çox razıyam. Onda razısınızsa düşək menyonu danışaq. Allahverdi bəy burada deyil. Çox üzr istəyirəm. Bəyəm mən pis göstərirəm menyonu. Menyuya özüm də baxa bilərəm. Əsas olan qiymətlərdir. Allahverdi bəy gəldi. Salam xanım, xoş gəlmisiniz. Buyurun. Salam Allahverdi bəy. Yoldaşlar məni tanımaz, amma siz məni yaxşı tanıyarsınız. Daimi müştərilərə indirim yoxdur? Valla bizim restorana çox adam gəlir. Bilirsiniz də neçə kabinetimiz var. Hamı yadda qalmır. Nə kabinet? Mən daimi toy ilə müştəriyəm. Çox üzr istəyirəm. O necə olur? 5 ay bundan əvvəl mənim burada toyum oldu. 2 ay keçdi, boşandım. İndi ikinci toyum olacaq. Qiymətdə razılaşsaq, 3-cü toyumu da burada eləyərəm. Üzr istəyirəm, yəni bir növ adətkarda olmuşsunuz da, yoxsa bu başa düşmədim. Vərdiş yox, işdir. Mən bir növ buna biznes kimi də baxıram. Tamam o zaman xanım. Buyurun keçək otağa, bir ortaq məxrəcə gələrik. Olar, keçək danışaq. Tap görüm kimdir. Kimdir deyəndə ki, bu evdə məndən başqa kim var? Mən də bu şitliklərim olmuyor. Nə qarsan ürəkim? Maşın gəlir, siqnal verir. Bibim. Balam garajın qapısını açsın. Garajda maşın var, istəmirəm. Garajın qapısını açsın. Hoş madem. Ürəyim istəmir ha. Prosta sənin xətvə yedim ona. Yox. Bir dənə də bunu an verəsə. Yox, istəmirəm. Yeməlisən. Mən ürəyim çox idi də, gedək onda yataq. Gedək baba şeydik, dur. Publik, yaman kəm hövsələ olmusan, sən? Belə getsə dalaşacaq. Özü yığışdır. Mən danlayırsan, özümə gəlləm, hiss edirsən. Rəhmətli atam da belə idi. Yemirdim, danlayırdım, ayılırdım elə bil bir moment. Bananı soxurdu ağzıma, deyirdi ki, canıma enerji gəlsin. Mənə bu boyda pufam eləyib də. İndi bax pufam yarlamışdı. Tots nə edirsən? Yerdim, sonra pufamı qaçırdım, bəş-bəş qucaqlayırdım. Basırdım oy bağrıma, tuturdum yanaqlarından, sildim... Publik, neynirsən, dəlisən? Rəhmətli yadıma düşəndə özümdə olmuram. Başımı itirirəm, bilmirəm ki, neynirəm. O anekdot var, iki rəhmətə gedib başımı itirmişəm. O mənəm də o, bilirsən, məndən yaranı bu.
Ay sonra. Ha, Sən bura niyə gəlmirsən? aylandır, nəyə gələcək? Səni görməyə gəlmişəm də. Mən neyinirsən? Mən burada işləyəm də. Sən diyan görüm üzrə çöyür bax. Hara tərləmişəm mən? Ay Allah, suyun içində sən diyan görüm. Bu bitiyə də əski çıxardır. Gör buna bax, suyun içində gəzirsən burada belə. Hadi diyandır. Məhəllədə tayı quşları ilə futbol oynayan uşaq münasibəti niyə deyirsən? Sən mənim arvadımsan, mən sən ərinəm. Səni burada görməməlidirlər. Sən biraz özü ağır apar, biraz özü samballı apar. Gir gedivə. Yaxşı gedirəm. Yemək zad yemirsən? Yemişəm, hər şey eləmişəm, hər şey də var burada. Narahat olma. Sən gedivə 4 bazı dolması pişir, bildin? Şəhədə 2 badımcan, bir fandör, bir biber. Onunla elə gəlib oyda yeyəcəm. Yaxşı gedir. Yaxşı. Amma özü yaxşı. Bax soyuq bunu dayı gətirmişəm. O yaş olsa dəyişərsən, yaxşı. Dəyişərəm. Soyuğa vermə özünü. Gedirsən. Marşrutga minmə, taksi ilə get. Hadi mən yat kişilə maşına necə minməyəm? Az marşruta minmə deyirəm. Hadi yaxşıdır. Get də pul vermişəm, altım atım var. Ya. Ayda bir uşağım, hər yerimə bir dənə əski taxır bax. Amma getdi düşdü kürəyimin ortasına. Hamı biləcək bizim sevgimizin gücünü. Adını qumlara yazmayacam. Dəniz yuyub aparar. Adını dağlara yazacam, heç tufan da qopara bilməsin. Var ya, adını dağlara yazaram. Gündüz, yenə başladın 2005-ci ilin ada klassik sözlərini deməyə. Mənim getdim mən. Olmadı da. Aynur, Aynur. Toy məsələsi dedin ha. Bura sünnət toyu da daxildir. Hər şey olsun, nə olur olsun, heç bir pul olsun. Məndə kalan sünnət toyu var, 30 dəfəli kirvəz olmuşam, mən. Hansı xüsusi özəlliyi? Nə bilim, olam, mənim uzağımda sakit dururlar. Qucağımda oturasan, gəlin tərəfdən min də. Yəqin, uşaqlar səni özlərindən biri bilirlər də, yaxın bilirlər. Səncə araba deyil, ha. Bir də görürsən, geçməyim xəbərim yoxdur. Uşağı qoyurlar quzağıma ki, al sən tut. Eşitirsən bura bax. Gedirik Roverləndə, da orada müdür sənə demişəm də hamıya, yaxşı? Orada hamını yığ başı var. Laf mənədir. Durum orada cəmaatın yanında bu toy məsələsini açdı orada. Hə, qoy hamı onlarda da olsa gətirsin pulların qazansınlar da, yaxşı? Duracam orada sırada, yadıma salacam toy məsələsi. Laf danına da, mən müdür sənsən də. Ay, yaxşı. Ürəkli ol, getdir. Siz uşaqsınız ki, mən sizi danlayayım, hə? Niyə utanmırsınız? Niyə işləmirsiniz? Gərək mən də bəzi müdürlər kimi qansız olum. Müəllim, bunlara qansız müdür olmaq azdır. Bunlara toy tutmaq lazımdır, toy. Düz deyirsən, toy tutacam bunlara. Range Rover'in bütün detallarını alıb yığmışam bura. 200-300 minlik maşınları alıb ortadan bölmüşəm. Yığmışam bura ki, müştərilər detal axtaranda, orijinal detal axtaranda yoxdur söhbət olmasın. Və siz neyinirsiniz? Reklam eləmirsiniz? Hə? Mənim pulumda olanlar, Range Rover sürənlər, Defender sürənlər, heç bundan xəbəri yoxdur. Yox. Deyirəm hələ başqa işçilərə baxanda bunlar toya getməlidir, toya. Sən nə bayaqdan qaç göz oynadın? Deyəsən, müdürlük tam girdi, ay çüvə. Deyirəm, toy söhbətini aç da, bəyaq nə danışdıq maşında. Buy. Tamam yadımdan çıxmışdı. Qeyd elədim yadına düşdü. Bilirsiniz ki, mənim başqa bizneslərim də var. Onların içində şadlıq evi də var. Saray. Bu ay bizim kampaniyamız var. Kim orada toy eləsə, biz onun toyuna pul salacağıq. Ay müəllim, bizdəkilər hamısı burada evli, daxil. Evlisən, boşan, bir də evlən. Deyərəm, kampaniya baca düşdü belə. İstəməyin də, işləndirmə də, müəllimi işləndirmə də. Nədir o elində? Mənə bax, sən qutar biraz. Burada hamısı kələ kimi adamlardır. Basıb salacaqlar səni təpiklərinin altına. Mənə də burada bilmirlər, müdür. Mənə bunlar hörmət eləyən deyil, səni ümumiyyət eləyən deyirlər. Ona görə hər şey eləmir. İşinizdə olun, yaxşı? Mən aparıram müəllimi, əsəbləşdirdiniz. Bax, xalqın kişiləri sevgilisini necə ad günü keçirir? Balamsan, mən sənə pis ad gün eləmişəm, hə? Hansını deyirsən? Corata qutab yeməyə gedirdik, benzin nazidi deyən Sumqayıtda piraşki yeyib qayıtdıq. Onu deyirsən? Keçmişi unudaq, gələcəyə ümidlə baxmaq lazımdır. Hə,
yaxşı. Onda bu il ad günümə maşın və son model telefon istəyirəm. Mən o maşının, telefonun pulunu qazanmaq üçün çox üzr istəyirəm. Ayıb deyə işləmir. Nə deyirəm, gərək gecə-gündüz işləyəm. Nəysə, gündüz, nəysə. Mənə yaxşı bir ailəvi istirahət mərkəzi nömrəsi lazımdır, bilmirsiniz? Müəllim, istirahətə gedirik? Yox, gedirik deyəndə ki, mən gedirəm ailəmlə. Siz hara gedirsiniz? Siz özünüz demişdiniz ki, biz burada bir ailəyik. Sofiya xanım niyə yoxdur ki? O da ailəvi istirahətdədir? Yox. Mən görürəm bu söhbət gedir başqa yerlərə çıxır. Lazımdır, nömrə zad lazımdır. Özüm taparam, özüm gedərəm, həll eləyərəm. O problem deyil. Bax, hər öz bir işin başısınız. Sən baş administratorsan, sən baş afsiyanssan, sən baş nəzarətçisən. Çalışın, mən burada olmadığım müddətcə kim nəyin başıdır, öz işini yüksək səviyyədə aparsın, problem yaranmasın. Yaxşı? Narahat olmayın, öz obyektim kimi baxacam, heç nə. Yox, lap öz obyektin kimi də baxma. Elə öz sahəndə də harda başsan, müdürsən, ora yaxşı nəzarət elə məbəs. Hələlik starşı kimi opşi baş təyin eləyirəm gündüzü. Hər şeyə gündüz nəzarət edəcək. Başqa sualı olan var mı? Müəllim, bu qərardan sonra çox üzr istəyirəm. Başqa sualı olanı... Yox, qulaq as. Səhibə hələ mən baş təyin eləməmişəm, sən başından böyük danışırsan. Eləncə danışmaq olmaz. Oldu. Öz işçiləri özlə. Kim nəyin başıdır, hansı sahənin başıdır, çalışsın orada özün ən axırıncı, ən sadə adam kimi aparsın. Yaxşı? Baş üstə mən xoşlamayıram qudurmağı. Mən gedirəm və özünüz nəzarət edin. Axırı sən də müdür oldun, mən bu kirayə məsələmi neyini? Darıxma da, qoy Namidar müəllim geçsin, bəlkə sən hələ evdə aldıq. Elə mən Bakıda ev aldım, qaldı bu. Neyini sənə Bakıda evi? Rayonda bu da ev eşiyim var. Nə olsun ki evim var? Elə bizim rayondakilərin hamısının Bakıda ev eşiyi var da. Elə mənim də Bakıda evim olsun. Rayondakinin ağzını bağlayayım, gəlin burada keyf eləyim. Olmaz. Yalnızı da işləyir. Müəllim, 100%. Maşın salarıq onda həyətə. Bəli, istəyirsiniz 4 dənə maşın salın. Yox, lap 4 dənə bura çox olar. Baxın da, 2 dənə olar. Uzun bu evdə, hə? Bəli, müəllim, baxın. Qladiatora baxmısınız? Kino? Təbii ki də. Hə. Maksimus döyüşdən əvvəl gəlib bu evdə dincəlib. Nə yaxşı, nə yaxşı. Bəli. Şanşekdən qaçışa baxmısınız? Hə, mən baxmışam. Nə gözəl. Baxın. Şanşekdən qaçış. Həmən oğlan gəlib bu evdə gizlənib. Bilyat Dadaşovanın klipinə baxmısınız siz? Daşa divarlara sarılmışam, yalvarmaqdan yorulmuşam. Həmən divarlarda, bu evin divarları. Hə, buradır ora. Bəli. Rejissoru mənə zəng elədi, qardaşımsan, yaxşı evdə səndə olur da. Bir dənə mənə yaxşı ev köməkli elə. Mən də köməkli elədim, verdim bu evi. Mənə o qədər çox sağ olduydilər ki. Yox, yaxşı adamsan, yaxşı adamsan. Ay, Ponçi, mən buranı çox bəyəndim. Bunu götürək də. Yox, götürək, problem yoxdur. Götürməyinə götürək. Sən o zadı da həll elədin, balaca ev dedirməysən. Yerdə qala deyirsin. Hə, müəllim, narahat olmayın. Bura da yaxındır. Hə? Hə. Yaxın, mən neynirəm? Mən qalacaq bir ayağım orada, bir ayağım burada. Şirin çörəyim. Hacı. Biz bura istirahətə gəlmişik. Sənin bir ayağın harda qalacaq ki? Nə deyirəm, yaşlı adamam. Bu boyda həyat olar. Mən bir ayağım buradadır, bir ayağım orada. Deyirəm, biraz yığcam ev olardı. Bu da maşallah böyücün həll eləyib. Daha ne yok? Yaxşı da ama. Amun 5 Xət var. Biz əziz deyə ona görə. Allah sizi olsun. Amun 5 etkası adına boydadır. Olsun da müəllim. Ver sumkanı götürsün də bu işi budur. Götür bunu. Gel baxaq da. 5 etkasız adı maşallah normal evdir. Əziz izləyicilər, gördüyünüz bu gözəl zal Hollywoodun Harmoniya adlı zalıdır. 150-200 nəfərlik masalar, servis möhtəşəm, xidmət. Əla. Halaldır. Bax, belə işləmək lazımdır. Gündüz, elə yaxşı ki gəldin. Buna bax, sən nə göstərəcəm. Ağşəhərdə 2000 manata kirayə evlər var burada. Ağşəhər? Biz hansı ara o qədər Ağgülə çıxdıq ki? Ay Gündüz, Xırdalanda
Kirayəyə 300 manat verməkdənsə 2.000 üstünə qoy, şəhərdə qalmır. Hə, o 2.000 ilə deyirsə ki, mən o 2.000-i qazanmaq üçün səhərdən axşama kimi burada çox üzr istəyirəm ha. Yenə başladın ayıb danışmağa. Nə ayıb, səhərdən axşama kimi mən burada əziyyət çəkirəm. Ay Gündüz, sən bu boyda Hollywoodun müdürü əvəz edici adamsan. 2.000-in yoxdur mənə verməyə. Gündüzüm. Qurbandır sənə, qurbandır. Ehsan əmi! Ay Ehsan əmi! Gəlin, Ehsan əmi, qonaqlarımız gəlib, gəlin. Salam əleykum. Hoş gəlmişsiniz. Hoş gəlmişsiniz. Namidar. Ehsan. Allah qəbul eləsin. Anamın adı nə oldu? Zemfirə. Zemfirə xanım, hə. Mən də elə yoldaşımdır, oğlumdur, özüməm. Allah xoşbəxt eləsin. Sağ olun. Burada qalacaq da. Sən qulaq as, qaç. Ət al gəl. Ət, yaxşı ət al gəl, yaxşı. Yanma, yubanma ilə burada. Ay Namidar, neyinirdən əziyyət çəkirsən? Kartof qızardaram da. Gəlmişik, istirahətə gəlmişik, qoy rahatçılıq olsun da, hə? Elə dör. Dündar hanı? İndi Durna ilə gələcək, Durna gətirəcək onu. Hə, boş qoymasın ha, Durna bizi bir dənə yerdə boş qoymasın. Qızım gələcək xalası ilə, problem yoxdur. Heç bir problem yoxdur. Buyurun gəlin. Gəlin, qonağımız olun. Buyurun. Sağ ol. Ayaqqabıları burada çıxardırıq. Yox, istəyirsən kravatın yanında çıxar. Həmişə harada çıxar, burada çıxar. Hə? Qulaq, səndən nə qədər ət istəsən var da, hə? Bilirsən, mən istəyirəm ki, bu restoranın bütün ətini sən verəsən. Yəni, hər şey mənlidir. Deməli, belə edirik. Sən mənə bir də qoca qoyun əti göndərirsən, 6-7 yaş arası. Belə əti rezin kimi olsun da, hə? Deyəndə, mələməmiş quzu göndərirsən. Eşitdin? O qoca əti köhnə qəssabın adı ilə verəcəm. Təzərdəki sənin adından. Dolanarsan da, hə? İndi o haqq-sabı da özün bilirsən də, uşaq deyirsən ki, danışdıq. Ürəkim, rayon düdüyün gəldik. Villanı götürmüşük ən yeşəsindən. Rayonda bundan böyücü yox. Yeməyimiz, içməyimiz yüksək səviyyədir. Ha, bu gecə bizə nə mani ola bilərdi ki? Ağcaqanad. O nə olur? Yəni deyirəm, gecə yatanda qapı pəncərəni açıq qoyma, ağcaqanad girər birdən. Birdən də indi. Şimdi nə varıq? Hələlik qaçdı tutdu oynayaq, həyətdə böyücdə ağacların arasında uşaqlıq eləyək də biraz. Boncik, mən maraqsızdır. Ne? Sən qaçmasan da mən səni tuta bilirəm. Ben onda nə oynayayım mən? Ya başqa oyun oynayaq. Nə oynayaq? Doğruluq və cəsarət. Bax, həyatım, butulkanı belə çevirirsən, ya doğruluq düşür, ya cəsarət. İkisindən birini seçirsən. Doğruluq düşsə, mən nə desəm, nə sual versəm, düzünü deyəcəksən. Onda cəsarət? Cəsarət düşsə, mən nə desəm, onu eləyəcəksən, amma mütləq eləməlisən. Ay, bu oyun başqa yerlərə aparıb çıxardır mən. Yağmur olaram, mənə lazımdır. Mən elə durum, fırlanın buraları biraz gəzim. Mən birinci dəfə də İsmaildəyəm. Mən qabilədə zat durmuşum, burada olmamışam, değil mi? Baxım görüm məhələsində zanda nə var, nə yox. Başıma bir ideya gəlsə, gələrəm o oynayarıq, yaxşı? Damla çırpaq. Dur, getsən biraz gəziş. Oradasın, köməkləyin, köməkləyin tezələ. Tut görüm, düşürt məni. Apar parkovka elə, təkərlərini də qaralt. Of. Sən də cəmaatı yığır, iclas edirəm. Mənim siz tez gəlmişsiniz, işçilər gəlməyiblər işə. Mən bilmirəm nə vaxt gəlmək lazımdır. 5 dəqiqə yığ onları bura gəlsinlər. Tez elə zəng elə, yeri. Mən bilmirəm, bunlar nətər işləyirlər, nətər işləyirlər. Beləcək olur. İşləyin, pul qazanaq da.
Bağışlayın xanım. Bayaqdan sizə baxıram. Çox sıxıntılı görünürsünüz. Siz kimsiz? Mən insanları kənardan müşahidə edib onlara yardım edən bir psixoloqam. Doğrudan? Doğrudan. Gəlin keçin içəri, sizə bir kofe sizin dərdləşək. Bəlkə siz tapa bilərsiniz mənim dərdim nədir? Kofe yox, çiyələk mürəbbəsi ilə çay olsa içərəm. Olar, keçin içəri. Əgər yoxsa şokolad da olar, problem yox. Keçin. Bilirsiniz, mən heç vaxt psixoloq qəbulunda olmamışam. Ona görə də heç bilmirəm hardan başlayım. Əslində, heç narahat olmayın. Mən özüm də heç vaxt belə bir dəbdəbəli, gözəl evdə depressiyaya düşən qadın görməmişəm. Ona görə özüm üçün də maraqlıdır ki, görəsən sizə kömək edə biləcəyəmmi? Buyurun. Mənim sevgilim var. Aha. Yaşca məndən böyük olsa da, aha, o məni dəli kimi sevir. Amma onun ailəsi, uşaqları var. Aha. İndi həyat da bizi qarşılaşdırıb. Yəni məni də başa düşdünüz də. Çalışıram başa düşüm. Deməli ailəsi var. Davam edək. Deyin görüm harada tanış olmusunuz? Mən o restoranda menecer işləyirəm, oradan. Deməli restoranda işləyirsiniz. Bəs yaxşı, o necə biridir? O həm mehriban, həm də kobud. Yox, siz məni anlamadınız. Mən onu nəzərdə tutmuram. Yəni görünüşcə necə biridir? Hündür boy, yaraşıqlı, yoxsa yombul, balaca boy? Hər ikisindən də. Yəni belə deyim də, o mənə sevgi göstərəndə, ev alanda, maşın alanda, mənim bütün istəklərimi həyata keçirdəndə, mənim gözümdə o qədər böyüyür ki, hündürboy və yaraşıqlı olur. Amma mənim istəklərimi eləməyəndə, gözümdən elə düşür ki, heç onu tanımaq istəmirəm. Balaca boy yombul olur. İndi görsəm tanımaram. Sizə əslində bir qədər başa düşdüm, xanım, amma bir sualım olacaq sizə. Mən sizə bir şəkil göstərsəm, o şəxsə baxıb deyə bilərsinizmi ki, onu tanıyırsınız yoxsa yox? Çalışaram xatırlayım. Buyurun, zəhmət olmasa. Delicious. I love your mother. Dad, do you also love mother? Also love mother deyəndə ki, Kamandar, belə deyimsə tam odur, yox. Tam da odur, amma əlbəttə. Deyirəm, elə xoşuma gəlir, belə ingiliscə danışırsınız. Lap yağ kimi yayılır sinəmə. Mənim əziz, gözəl, təravətli, bəlağətli, namuslu, qeyrətli, əsl Azərbaycan qadını bacım. Səni bir dəqiqə olar? Hə, olar. Sənə bir pis xəbərim var. Bağışla mən sana. Bağışla. Bağışlayım. Sənin bu məsələyə nə adiyyatın var ki? Deyirəm, yəni sən xərc çəkmisən, gətirmisən, bizi bura gəzək, gözümüz gözəllik görsün. Amma bacım bugün qayıtmaq istəyir Bakıya. Heç nə, qoydu o da, mən özüm də onsuz qayıtmalıyam. İşlərim var şəhərdə, nətər istəyirsizlər eləyək. Heç bir narahatçılığa əsas yoxdur, Namidar. Narahat olma, hər şey yaxşıdır. Əziz bacım,
Zəhmət olmasa mənim çantamı içərdən verərdin. Hə, verirəm. Gəl Kamandar, sən də yığ şey. Çox təşəkkür edirəm. Get hazırlaş da çıxırıq. Get. Namidar, gözümün içinə bax. Sənin ailənin qələmini qırmaq mənim əlimdə bir su içimi kimi bir şeydir. Amma bacım qayıdıb mənim yanıma gəlməsin deyə, canım bacım, mən heç nə eləməyəcəm. Susacam, səsimi çıxarmayacam. Mən geri qaydanda, hünərin var ailəndə hər şey qaydasında olmasın. Eşitdin? Dibazol, papaverin, dimdirol. Üçünün qarışımıydı bu. Ağır oldu, amma xeyri var. Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ilə Bir Dəfə Hollywoodda serialı bitdi.